Çox maraqlı bir klubumuz var. Bu sənətə, sənətkara, Azərbaycanda baş verən çox daxili fəlsəfi hətta deyərdim. Sənət və fəlsəfi proseslərə olan bir münasibəti olan bir topluluq deyim buna. Mən arzu edərdim ki, belə yaxlaşım, belə qiymət vermə, belə düşüncə. Bilirsiniz, burada sorğudan çox daha çox beyni həkk eləmək, onu həzm eləmək prosesini hiss etdim mən burada. Bugün texnologiya zamanında belə bir şəkildə həzm olması və o hava ilə nəfəs alınmaq çox yararlı bir şeydir. Umarım ki, bu prosesiniz, bu yaratdığınız ab-hava Azərbaycanın yavaş-yavaş da olsa orta yaş və gənclərinə yayılsın. Mən biraz daha bizim yaşa yaxın yaşları gördüm. Yəni 50-60 yaşında insanları gördüm, gəncləri də gördüm, amma mən 40'lı yaşları da burada görmək istərdim. Var Azərbaycanda elə belə informatikaya ac olan qrup insanlar var. Onları bəsləmək lazımdır və bu bəsləmədə sizin bu klubun münasibəti və ab-havası çox yararlı olur. Mən sizə uğur diləyirəm. Məni bura dəvət etməyə layiq gördüyünüzə görə hamıdan təşəkkür edirəm. Qalx görün boynunuzdan. Настоящий.